Bayramdan əvvəlki bir gün, xüsusilə biz onu dinləyicilərimizə qeyd eləyək, buna deyirlər ki, bayramdan əvvəlki bir gün Arafa günüdür. Yəni Zilhiccə ayının 9-u, yəni bizim tariximizdən də, yəni bu tarixlə ölçəndə deməli, bayramdan əvvəlki bir gün. Ona deyirlər Arafa günü. Elə bir gündür ki, Allah Taala o günə görə qullarını cəhənnəm ateşindən xilas edər, bütün günahları bağışlayar və bütün etdiyi dualarını qəbul edər. Baxın, Peyğəmbər s.ə.v hədis-i şərifdə buyurur, Arafa günü həmçinin həccə getməyənlər üçün bir gözəl ibadət var. Həccə gedənlər əlbəttə ki, Arafa böyük bir meydandır. Yəni Zilhiccə ayının 9-u, bayramdan bir gün əvvəl. Orada toplaşırlar. Və Allah Teala deyir, mələklər önündə deyir, fəxr eləyər. Öyünər ki, ey mələklərim, bu qullarım nə üçün toplaşıblar? Mələklər deyərlər ki, cənnətini qazanmaq üçün, cəhənnəm ateşindən uzaq olmaq üçün Allah Teala buyurur ki, şahid olun ki, mən onları cəhənnəm ateşindən xilas etdim, onların günahlarını bağışlayıb. Biz indi o hissiyatı, o mənəviyyatı, o gözəlliyi yaşamaq üçün, həccə getməyənlər üçün gözəl bir ibadət buyurulub. O da, deməli, bayramdan bir gün əvvəlki gün, Arafa günü, yəni nə edirik? Oruç tuturuq. Baxın, Peyğəmbər buyurur ki, Arafa günü oruç tutan kimsənin bir il əvvəlki və bir il sonraki bütün deyir, kiçik günahlarının və bütün günahlarının deyir, kəffarə, yəni günahların silinməsindən deyir, silinməsi üçün bir nədir? Səbəbdir. Bunu hansı ki, Peyğəmbərimiz s.ə.v hədis-i şərifdə buyurur. Yəni bir günün orucu nədir? Bir günün orucu əvvəlki bir ilin və sonraki bir ilin deyir, günahlarının deyir, silinməsinə deyir, mən ümid edirəm. Yəni Allah Teala Peyğəmbərimiz s.ə.v vasitəsilə bizlərə buyurub ki, bu günü neyləyin? Oruç tutun. Və ən əzəmətli əməllərdən hansıdır? Oruç. Amma digər əməllər də etmək olar. Biz ona da qısa olaraq toxunacağım. Amma Allah Teala'nın özəlliyi xüsusilə and içdiyi və cənnəti bəxş etdiyi, duaların qəbul edildiyi ən gözəl bir gündür bu. Bu da Arafa günü. Bu günü biz həccə getməyəni nə etməliyik? Oruç tutmalıyıq. O günü deməli, orucla keçirməliyik. Ondan başqa bayram gününə kimi bu 10 gün içərisində yaxşı əməllərimizi çoxaltmalıyıq, əlbəttə ki. Amma üstəlik bu günün orucunu tutmalıyıq. Yəni Yaşar müəllim, Allah Taala'nın mərhəmətindəndir ki, həcc ayında, həcdə olmayan insanlar üçün, digər insanlar üçün, digər bəndələri, qulları da yaddan çıxmayıb və digər qulların da bugünkü gündə savab qazanmaq imkanı var. Üstəlik, biz düşünməliyik ki, həmçinin bu 10 gün içərisində qurban vardır, qurban kəsmək vardır. Hansı ki, alta buyurur, Peyğəmbər hədis-i şərifdə buyurur, Ə'zəmül əyyəmi indallahi yevmən nəhri. Allah dərgahında həmçinin ən əzəmətli günlərdən birisi də qurban bayramı günüdür. Yəni, qurban kəsilən günü. Nəyə görə xüsusilə qurban bayramı böyük bayram adlandırılır? Hətta, necə deyilər, bu bayram böyük bayram adlandırılır. Ramazan bayramı isə kiçik bayram adlandırılır. Ona görə ki, burada çox ibadətlər toplanıb. Həcc ibadəti, üstəlik qurban, üstəlik oruç tutmaq, yaxşı əməlləri çoxaltmaq. Ona görə də buna nə deyirlər? Ən böyük bayramdır. İslam ümmətinin ən böyük bayramıdır. Və bu günlərdə nə eləmək lazımdır? Əlbəttə ki, biz əməlləri çoxaltmalıyıq. Əməlləri çoxaltmaq deyəndə biz qeyd etdik Arafa günü. Əsasən də ki, yəni əsasən üzərində durduğumuz gün hansı gündür? Oruç tutulma, hansı ki onu müsəlmanlar unutmasınlar. Arafa günü, yəni bayramdan bir gün əvvəlki gün. Bu günü heç vaxt, bu gün unutmayaq. Çünki o gündə Allah Teala qullarına cənnəti bəxş eləyir, cəhənnəm ateşindən təmizləyir, uzaqlaşdırır, kəsin günahları var və üstəlik bütün dualar qəbuldur. Arafa günü oruç tuturuq və çoxlu dua edirik. Həccə gedəndə əlbəttə ki, orada dua edirlər, amma onlar oruç tutmurlar.